Ey insanlar, diqqətli olun. Mömin qarşısını ala bilmədiyi halda Allaha asi çıxılan məclisdə oturmamalıdır. Bilin ki, yaxşı iş görmək fikrinə düşən mömin, onu eləyə bilmədikdə bir savab, elədikdə 10 savab qazanar. Amma pis iş görmək fikrinə düşən mömin, həmin işi görməyincə ona günah yazılmaz. Ey Peyğəmbər övladı, məyər bəndə günah və ya savab iş görmək istəyəndə o iki mələk bunu bilir? Ayaq yoludan gələn qoxu ilə ətir qoxusu eyni ola bilər? Xeyr. Günahın qoxusu ilə savabın qoxusu da belədir. Bəndə savab bir iş görmək istədikdə nəfəsindən ətir iyi gələr və sağdakı mələk soldakı mələyə deyər: dur get, artıq o yaxşı iş görməyə fikrinə düşüb. Əks halda soldakı mələk sağdakına deyər: dayan, artıq o pis iş görməyə fikrinə düşüb. Və əgər həmin iş eləsə, onun günahını yazar. Ey Əba Əbdillah, bəs mömin fikrində tutduğu pis işi eləməyə müvəffəq olmasa necə? Allahın Rəsulu salavatullah belə buyurmuşdu: bu 4 vəziyyətlə üzləşdikdən sonra yalnız bədbəxt kimsə Allahın dərgahında xəsarətə uğrayanlardan olar. Bəndə yaxşı iş görmək fikrinə düşdükdə, əgər o işi görə bilməsə belə, ona xoş niyyətinə görə bir savab yazılar, gördükdə isə 10 savab. Amma pis bir iş görmək fikrinə düşdükdə o işi görməyincə, ona günah yazılmaz. Həmin işi gördükdə isə, ona 7 saat möhlət verilər və savabları yazan mələk, günahları yazan mələyə deyər: tələsmə, bəlkə ardınca bir yaxşı iş görüb onu aradan apardı. Çünki Allah Taala buyurmuşdu: həqiqətən yaxşılıqlar pislikləri aradan aparar və ya bağışlanmaq diləyər. Əgər o desə ki, özündən başqa heç bir tanrı olmayan, gizlini də aşkarı da bilən, qüvvət və hikmət sahibi, bağışlayan və rəhimli, əzəmət və kərəm sahibi, Allahdan bağışlanmaq diləyirəm, ona günah yazılmaz. Amma əgər 7 saat ərzində heç bir yaxşı iş görməsə və ya bağışlanmaq diləməsə, savabları yazan, günahları yazana deyər: yaz bu bədbəxtin günahını.